Salam aleyküm değerli izleyicilerimiz. Yeni evimiz satışa çıktı. Daha doğrusu satışlıydı dostlar. İndirim yapıldı evde. Bəzən dostlar zəng edir ki, misal düşmə variantı olan. Yəni belə götürəndə bu düşmə variantı dostlar. Demək 9 daş kürsülü qoşadaşla axıra kimi. Yəni qoşadaşdı, 9 daş kürsülü. Deməli torpağın sotu dostlar. Hardasa 10 sot, 11 sota yəni söz yox. Tək torpağının 10-11 min qiymətini götürəlim. Evimiz deməli zal, yəni belə deyək, daşdadır, yəni mişar daşındadır. Otaqlarımız 2 otağımız, bir də mətbəx, dostlar, ağ şkatuldadır. Hal-hazırda yaşayış var, qazı su işığı. Bir dənə ətraflı çəkiliş elə, yəni tanıyanlar görsün, bilsin ki, evin necə bir tikilişi var. Bax dostlar, bura həyətidir, geniş yerdir. Dostlar, rayonla burada məsafə 2-3 kilometr məsafədir. Adı bura kənd gedir, bura kənd demək olmaz. Demək ki, rayondur bura. Yalavac kəndidir. Əslində kəndi belə deyək, girişi bura. Mesciddən yaxındır. Dostlar, burada həyətdə bir dənə də ev var. Sonra siz çaşdılar ki, görsən o ev nədir? Düz o ayrıdır, addelnidir. Gəl bir dənə çəkək buradan. Binanın deməli evin 1 metr avayla zabot çəkiləcək, yəni hasar çəkiləcək. Və inşallah buradan, bax dostlar, buradan, maşallah ki, şeydir. Dostlar, bax buradan qiyməti deyəcəm, super bir qiymətdir, evə uyğundur. Bax buradan 1 metr bəri, dostlar, 1 metr bəri, üzü belə. Demək olar ki, bir 10-11 sot torpağı var. Evdə çəkiliş eləcək, inşallah qiymət superdir. Nə evi çəkək? Dostlar, hal-hazırda dayanmışıq, dəhlizdə geniş, yəni zal kimi götürmürlər. Geniş belə bir otaqdan da, yəni kvadratı böyüdür. Sağda bir dənə otaqlı dostlar. Dostlar, doğrudan da qiyməti çox gözəl bir qiymət. Hündürlüyünə bax, zəbətimizə, hündürlüyünü çək. Şkatulda. Burada geniş otağı bir dənə, hündürlüyü əla. Orada da mətbəxdə eyni qaydada, şpaklyovkada da eyni ehtiyac yoxdur, geniş otaqdır. Burada dostlar, bağlıdır, zaldır, kəllədə bir dənə otaqdır. Bu da daşlar. Dostlar, qiymət çox gözəl bir 32 min manat. 32 min manat. Dostlar, yəni indirim söhbəti olmayacaq. Son qiymət. Əlaqə saxlamaq səbəblərindən inşallah əlaqə saxlamaq.